Münkərlərin baş verməsi, haramların baş verməsi bunun nəfsinə ağır gəlir. Qəbul edə bilmir. Allah üçün qəzəblənir. Necə ki, müəllif deyir ki, sadiq iman sahibi, o iman ondan tələb edir ki, Allah üçün qəzəblənsin. Bir münkər pis əməl görəndə Allah üçün qəzəblənir. Pis olur. Qəbul edə bilmir. Axı, niyə asi oldular? Niyə itaat etmirlər? Niyə haram işləyirlər? Bu, buna ağır gəlir. Niyə? Allahı sevdiyinə görə, Allahı təzim etdiyinə görə, Allahı ucaltdığına görə, qardaş, bu münkər əməllər buna ağır gəlir də. Qəbul edə bilmir. Pis olur. Nə qədər belə müsəlman var? İndi var. Adam deyir ki, yəni Allahın belə qulları var, amma baxırsan ki, özdə müsəlman deyil, nə qədər insanlar var ki, vallahi Allahın dinində tükü belə tərpənmir. Nə qədər münkərlər görür, tükü tərpənmir. Müsəlmanlara əziyyət verirlər, tükü belə tərpənmir. Dünyada baş verən hadisələr var müsəlmanlarla bağlı. Qardaş, bu adamın tükü tərpənmir. Bunu görən insan, bunu görən mömin qəzəblənməlidir, pis olmalıdır, heyfslənməlidir ki, niyə mənim qövmüm, ümmətim, mənim millətim niyə bu gündədir? Müsəlmanlar niyə bu gündədir? Əgər bunda, qardaşım, tük tərpənmirsə, qəlbində bir qığılcım yoxdursa, qardaş, geçsin özünü hesaba çəksin. Geçsin öz imanına baxsın ki, mən niyə təsirlənmirəm bu baş verən münkərlərdən? Niyə əziyyət çəkmirəm mən? Niyə pis olmuram? Bax, mən Allahı sevirəm, Allahı təzim edirəm. Allahı uca tutmuşam, mənim dinim hər şeydən üstündür. Peyğəmbər sallallahu aleyhi və səlləm bu din üçün qanından keçib, canından keçib və onun yanında olan sahabələr və s. nə qədər insanlar tarix boyu Allahın dini üçün qardaş hər şeylə fəda ediblər. Ona görə ki, bugün müsəlmanlar yenilik keçirsinlər. Bugün insanın əgər qəlbində, vallahi yenə ürəyində, o qəlbində o imanı tərpənmirsə, qardaş, geçsin özü nəfsini hesaba çəksin. Yenə bax, sələfdən misal gətirək, salih sələflərdən. Züheyr ibn Nuaym, yenə ondan bir-iki misal gətirdik. Deyir ki, cildimdə bir zərbə səsini eşitməyim, filankəs günah etdi eşitməyimdən mənim üçün daha sevimlidir. Yox, qoy məni döysünlər, qamçılasınlar, amma eşitməyim ki, filankəs günah elədi. Bu mənə daha ağır gəlir. Bu mənim üçün sevimlidir. Yox, vurur vursun. Vurub da, nə olar ki? Ona yüngüldür. Amma eşidəndə ki, filankəs günah edib, xata edib, vallahi bunun nəfsinə ağır gəlir də, qəbul edə bilmir, qardaş. Niyə? İmanına görə, subhanallah, bunların imanına bax, dəhşətli Allahın dostu. Bu gün kimdə belə olur? Kimin ürəyində belə şeylər keçər də, deyilsin ki, məni döyün, çırpın, tək Allaha asi olmayın. Bunu kim hiss edir, qardaş? O Yasin surəsini oxumuşsunuz da, o Həbib Ən-Nəccar. Orada qeyd edir axı, Allah onun haqqını gətirir orada. Qövmünün yanına gəlir, qaçaraq. Bir ucqar bir kənddən bir kişi yürüyərək gəldi, dedi ki, rəsullara tabi olun. O qövm onlara gələn rəsullara tabi olmurdular, onlara incidirdilər, əziyyət verirdilər. Deyir, o rəsullara tabi olun. Bunu deyəndə bunu döyürdülər, incidirdilər. Axır necə oldu? Bunu o qədər döydülər ki, qardaşım, yəni bu şəhid oldu. Deyir, hətta təfsirdə gəlir ki, deyir, o qədər döyüb, çırpıb, tapdalayırdılar ki, deyir, bağırsaqları çölə çıxmışdı. Amma nə deyirdi? Allahum məhdi qovmi fə innəhum la ya'lamun. Ey Rəbbim, Allahım, qövmümə hidayət ver. Onlar nə etdiklərini bilmirlər. Başqası o nə deyərdi? Allah sizə lənət eləsin, Allah sizə bəlavızı artırsın, siz nə inirsiniz? O qədər səbirli idi. Bu nəyə göstərirdi? O həris idi ki, hidayət olunsunlar, yazıqdılar. Nə etdiklərini bilmirlər, vallahi. Mən döyürlər, söylürlər, nəyə görə? Deyirəm ki, rəsullara tabi olun da Allaha asi olmayın. Amma bunlar qəbul eləmirlər, bunun müqabili məni döyürlər, söylürlər, öldürürlər. Yenə deyir ki, Allahım onlara hidayəti ver, nə etdiklərini bilmirlər. Görüm, onun məqamında başqası olsa o sözləri deyərdin. Bəlkə də deməzdi. Yəni, ağır görürsə, amma o nəyə göstərir? Göstərir ki, o kişi, qardaş, həqiqət, o insan, o Yasin surəsində kesə, o Həbib Ən-Nəccar, adı Həbib idi, Ən-Nəccar. O, doğrudan da istəyirdi ki, qövmə hidayət olunsun. Həris idi. Əziyyətə, məşəqqətə neynədir? Səbr edir, nəfsini aşağı gördü. Bütün vəsfər onda var. Bu qeyd etdiyimiz vəsfər var, hamısı onda cəm olub, qardaş. Subhanallah. Sonra Allahın cənnətə daxil edirmi? Edir. Və nə deyir? Deyir, kəşdir onlar, deyir, Rəbbimdir məni bağışladığını və məni hörmətli etdiyini biləydilər. Cənnətə girəndən sonra. Gör, nələri itiriblər, yəni. Subhanallah. Və mənim qazandıqlarımı bilsəydilər, deyir, kəş edir, bunu biləydilər. Subhanallah. Göstərir ki, insan üçün nə idi? Həris idi, hidayət olunsunlar. Həmsinin Rabi ibn Attab, Allah ona da rəhmət eləsin, deyir, bir gündür Ziyad ibn Cərirlə yol gedirdim. Hamısı sələfi salihdir. Salih sələflərimiz. Deyir ki, Ziyad ibn Cərir bir nəfərin əmanətə and içdiyini eşidir. İndi o vaxtlar var idi, onda da var idi, andda şirk var idi. Bizdə bugün demir, işıq haqqı, nə bilim, göz haqqı, nə haqqı, çörək haqqı, duz haqqı, bərəkət haqqı. O vaxtda var idi, əmanət and olsun. Hətta Allah Rəsulü zamanında atalarına and içirdi, atamız and olsun, and içirdi. Allah Rəsulü qadan elədi ki, yəni bu şirk də olmazdı. İndi işləyir ki, bir kəs deyir ki, əmanət and olsun. Deyir, baxdım, gördüm, ağlayır. Dedim, səni ağladan nədir ki?
Dedi, o filan kəsin əmanətə and olsun dediyini eşitmədin. Günahda axı şirkdir. Kiçik olsa da nədir qardaşım? Bu şirkdir də. Deyir ki, içalatımın bir tökülməsi, qanaması, içalatımın qanaması, tökülməsi deyir, mənim üçün daha sevmədi. Nə ki, onun deyir, əmanətə and içməyini içməyimdən. Onun əmanətə and içməyindən mənim üçün deyir, nədir? Daha sevmədi. Ebi o, içalatımı qaşısınlar, töksünlər, tək o sözü eşilməzdim. Allahu akbar. Niyə? Bu asiliyi qəbul eləmir. Bu Allaha asiliyi qəbul eləmir. Şirki qəbul eləmir. Münkər əməllərə qəbul eləmir. Pis olur ki, niyə bu insan Allahdan qeyrisinə and içdi? Sən bundakı imana bax, subhanallah. Allahı təzimə bax. Ona görə o kişilərin sayəsində vallahi bu din gəlib çatmıyor bu günə, qardaşım. Bugünkü müsəlmanlar var, o Allah islah eləsin, hamısı biz də onların içində. O müsəlmanların übündən qalsaydı din görürsən, gəlib çatardı, qardaş. O yəni Bənu İsrail, dinlərini zay elədilər, qardaşım. Niyə? Çünki o din kimlərə qaldı özlərindən sonra. Fasiq insanlar, onlar dini dəyişdirdilər, kitablarını təhrif elədilər, qardaş. Pula satdılar, düzdür, hökmləri pula görə dəyişdilər. Kasıba gələndə hədd tətbiq edirdi, vardiya gələndə pul alıb ayələri dəyişdirirdilər. Nə oldu dinin axırı görə? Təhrif olundu, təhrifə məruz qaldı. Bax, ona görə o salih insanların sayəsində bugün biz rahat şəkildə Allaha ibadət edirik, itaat edirik, elm nədir, nur nədir, hidayət nədir bilirik. Hamısı o kişilərin sayəsində Allah onlara rəhmət eləsin. İbn Rəcəb, Allah ondan razı olsun, deyir ki, bəzi salihlər deyir, belə deyərdilər. Deyir, mən deyir, istəyirəm ki, cismim dəmir qayıtlarla doğransın, amma bunun müqabilində insanlar hamısı Allaha itaat eləsinlər. Mən buna razıyam. Qoy məni doğrasınlar, dəmir qayıtlarla, amma insanlar hamısı Allaha itaat eləsinlər. Yəni, özünü fəda eləməyə hazır, tək ki, hidayət olunsunlar, tək ki, ibadət eləsinlər. Bugün kim öz canından belə rahat şəkildə keçər? Ona görə, qardaşım, şəhidlik şəriətdə ən uca məqamlardan biridir. Niyə? İnsanın bu həyatda ən əziz canı deyilmi, qardaş? Bax, xəstələnəndə bütün malın mülkü verirsən ki, tək şəfa tapım. Elədir, yoxsa yox. Hər şeyi satırsan, pul qutarır, yenə satırsan. Nə var satırsan ki, mən şəfa tapım, bu xəstəlikdən qurtulum. Yəni, insanın canı ona şirindir, nəfsi şirindir, onu belə bada vermək istəmirdi. Amma bunlar ona razı idilər. Ona görə cihad şəriətdə ən uca məqamlardan biri, şəhidlik ən uca məqamlardan biri. Allah Taala şəhidin bütün günahlarını bağışlayır. Təbii ki, haqdan başqa, pul haqqından başqa. Təsəvvür elə, bütün günahlarını bağışlayır. Niyə? Artıq, yəni o sübut elədi ki, Allah qatında nəfsi heç nədir. Fəda eləməyə hazırdır. Deyir, nəfsim də, malım da, canım da Allaha fəda olsun. Ailəsindən keçənlər olur. Bizdən əvvəlkilər, qardaşım. Elə götürək sahabələri. Sahabələr döyüşəndə baxmazlar qarşı tərəfdə kim var. Hətta ən əzizləri olsa da belə vallahi Allah üçün vuruşurdu ki, qardaş, bu Allahın dini asidir. Kafirdir. Peyğəmbər sallallahu aleyhi ve sellem öldürməyə gəlib. Mən onu o insanlardan qoruyacağam. Orada mənim qohum, əqrabam, əzizlərim olsa da belə. Olmayıb, belə hadisələr ondan zamanda olub. Bax, bu nədir? Bu həqiqi fədakarlıqdır. Bu həqiqətən Allahı və Rəsulunu sevməkdir, onun dinini sevməkdir.